yanvarın 30'u 2026-cı il Göyçay rayonundayıq. Biz qəhrəman şəhidimiz Şəhid Ömərli Kənan Elxan oğlunun ocağındayıq. Bir sözlə deyək, elə şəhidimizin işlədiyi, çalışdığı bir yer olub ki, biz də ora gəlmişik işlə bağlı. Və o bizim gəldiyimiz ki, iş yerimizlə, şadlıq evinlə beləcəkdə bu evin arası elə bir 20 metrdir, 30 metrdir. Biz anamızı dedik, ziyarət edək, ondan sonra qaydaq işimizin üstünə. Bizim dəyərli qardaşımız, Kərbalay Teyif qardaşımız sağ olsun, var olsun, mənlə əziyyətimi çəkib məni gətiribdi bura. İnşallah bir anamızı ziyarət edək. Borcumuzdur, borcumuz. Allah kömək. El müəlliməsi, el anasını ziyarət etmək bizim şərəf borcumuzdur. Mənim vicdanım rahat olmazdı, mən bura gəldim. Çox sağ olun, çox sağ olun. Biraz irəli fokus ver, biraz irəli gəlin pəncərədən həqiqətən. Allah sizlərə dəyməsin. İnşallah Kərbəlayi 8 mart günü şəhidimizin doğum günüdür. Bizim də iş günlərimiz olmayacaq, oruçluq ayına düşür. Yəqin ki, Kərbəlayi qardaşımızla elə İnşallah. gəlir o ad Allah nəsib günündə eləsin iştirak eləməyə Allah qismət eləsin. Amin inşallah. Neçə dəfə demişik, bizdən alınmıyor, amma inşallah qismət olar. Allah Elxan ata, Allah var versin. Çox sağ olun, Allah razı olsun. Sizə boş verdik. Allah razı olsun. Elə əgər olsa sizi bir Çox sağ olun, çox sağ olun. Allah köməyiniz olsun. Gedək. Çox sağ olun. Qəhrəman şəhidimizin qəhrəman atası Allah var eləsin. Amin. Çox sağ olun. Kərbəlayi çox sağ ol, sən də dəyərli. Sağ ol, sağ ol. Gəlin ayaqlarınız var olsun. Allah Sağ ol. razı olsun. Allah sağ olasın, Allah kömək olsun. Amin. Amin. Qəhrəmanlıq bu şəhidlərin başlandı. Çox şükür. Çox şükür Allah'ım. Şükür, Allah'ım bu günlər şükür. Çox şükür. Şükür ki. Can. İstidir axı. İstidir. Qəhrəmanımızın qəhrəman anası Məhliqə müəllimə xoş gördük sizi. Hoş geldiniz. Bugün biraz gecikmişik. Dedik ki, əgər olsa da sizi ziyarət edək, özümüzə borc bildik. Hər çəkilişdə deyirəm, deyəcəm də Göyçay şəhidlərinin heç birini öz oğlundan ayırmayan, gecə gündüz onların təvəllüdlərini yoxlayıb, düz olub olmadıqlarını, hər səhvləri olub olmadığını gecəsini gündüzə qatıb, bax bu ana, qəhrəman anamız ki, onları şəkillərini vurmaq istəyirlər Muğanlı kəndində Qəhrəmanlar Parkına. Sonra üzrü səbəblərdən orada iş dayandırıldığına görə bəzi müəyyən insanlar maneçilik törətdiyinə görə ana o şəkilləri Bakıdan gətizdirib burada öz rayonunda buradadır. Allah sıvar eləsin ana, qürur yerimizsiniz. Mən ora gəlib 10 metrlikdə burada sizi görüşməmiş geçsəydim, vicdan azabı çəkərdim. Şeydim gəldim, biz sizi ziyarət edib gedək. Allah sizi var versin, Allah köməyiniz olsun. Siz de var. Sağ ol. Değer verenlerden Allah razı olsun. Sağ ol ana, dəyərlimizsən. İnşallah Allah qismət eləsin. Niyyət eləmirəm, söhbət edirik ki, 8 mart günü bizə bura gəlməyə qismət eləsin. İnşallah. Allah o yeri qismət eləsin. Kapımız, İnşallah. penceremiz açık. Amin. Oldu ana. Şaşır. Çünki mən söz vermişəm şəhidimizin məzarının ziyarətini. Yəqin ki, inşallah Allah qismət eləyər. Amin. Oldu ana, təşəkkür edirik. Çox sağ olun. Sağ olun, var olun. Sağ olun.